Nəyə görə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və banisi olan Məhəmməd Əmin Rəsulzadənin yox, ondan Cümhuriyyət dağıldıqdan 3 il sonra dünyaya gəlmiş Heydər Əliyev Azərbaycanın ümummilli lideri elan olunub? Əgər doğrudan da məram odursa, məqsəd odursa, niyə o Cümhuriyyətin qurucuları elə bir nümunəvi dövlət yaratmağa nail olmuş şəxslərin adları niyə dərsliklərdən çıxarılır? Niyə hətta Bakı Dövlət Universitetindən Məhəmməd Əmin Rəsulzadənin adını çıxarıldı? Yəni, bu universiteti Rəsulzadə yaradıbdır. Onun hakimiyyəti dövründə yaranıbdır və onun adını da daşıyır. Yəni onun adının oradan çıxarılması. Bir ara elə konservatoriyadan Üzeyir Hacıbəyevin adını çıxartmışlar. Bilirsiniz, Üzeyir Hacıbəyev də Müsavat Partiyasının o dövrdə fəal üzvlərindən biri olub və Cümhuriyyət qurucuları sırasında olan şəxsiyyətlərdən biridir. Sonra o səhv eləməsi düzəltdilər. Ona Üzeyir Hacıbəyevin adını konservatoriyaya qaytardılar. Yəni doğrudan da məram ondan ibarətdirsə ki, tariximizin daha qədim olan faktlarını üzə çıxaraq və tariximizi daha qədimləşdirək, onda bəs bu Heydər Əliyev yolu kampaniyası nədir? Azərbaycanın ideologiyası var və bu ideologiya əsrin sınaqlarından çıxıb, Sovet İmperiyası dövründə baskı altında olan bir ideologiya olub, bu müsavatçılıq ideologiyasıdır. İndi belə hərə bir özündən bir ideologiya uydurub Azərbaycan cəmiyyətini bu ideologiya ətrafına toplamaqla bağlı fikirlər səsləndirir. Heç ona təşkilatçılıq baxımından hər hansı bir cəhd də yoxdur əslində. Ancaq belə görüntü yaratmaqla bu işlər də məşğuldur. Yəni hakimiyyətin məqsədi, hakimiyyətin məramı bu məsələni şəxsən bizim özümüzdən uzaqlaşdırmaqdır. Çünki 18 oktyabr şəxsən bizim adımızla bağlı olan məsələdir. 18 oktyabr Elçibəyin liderliyi ilə gedən xalq hərəkatı nəticəsində mümkün olan bir bayram günümüzdür, bir uğur günümüzdür. Xalq Cəbhəsinin təşkilatçılığı ilə, Müsavat Partiyasının təşkilatçılığı ilə, bizim şəxsən iştirakımızla istiqlalçı millət vəkillərinin deməli fədakarlığı hesabına baş vermiş bir hadisədir. 18 oktyabr deyən kimi hamının gözləri qarşısında Elçibəy canlanır, İsa Qəmbər canlanır, Arif Hacılı canlanır. Ona görə çalışırlar ki, 18 oktyabr daha onun əhəmiyyətini azaltsınlar, mühümlüyünü azaltsınlar. Ancaq müstəqilliyin bərpası güya balaca hadisədir. Yəni müstəqilliyin bərpası çox böyük bir hadisə. Bəzən indi